Bodybuilding üzrə ölkə çempionatına hazırlaşıram. Son 45 gün. Səhər ac qarnına detoksu içirəm. Səhər yeməyimi hazırlayıb başlayıram yeməyə. İnanın ki, çox ləzzətlidir. İdman sonrası öynüm olan pudingi hazırlayıram və gedirəm idmana. Gəldim zala. Xoş günüdür. İtiş idmanı eləyəcəm. Maksimum çəkilərlə itiş idmanının haqqını verirəm. İdmanın sonunda yüngül pozlama. İdmandan sonraki, yəni günün ən dadlı öynünü yeyirəm. Çıxıb gedirəm dərsə. Birinci dərs bitən kimi üçüncü öynümü yeyirəm. Dərs bitən kimi gedirəm stadiona, addım sayımı tamamlamağa. Evə gəlib son öynümü yeyirəm. Daha bir vlog videomuzun sonuna gəldik. Ümid edirəm ki, hər birinizin xoşuna gəlmişdir. Mən Hüseyn Nəsirov. Yarışa hazırlaşdığım müddətdə bütün yarış təcrübəmi və yarış dönəmini sizinlə bölüşürəm. Başqa nə cür videoların gəlməyini istərdiniz, mütləq şərhlərdə qeyd edin. Hələlik növbəti videolarda görüşənədək.